Kur'an hansı ayda nazil olub? Əhsəntum. Ramazan. Ramazanın hansı günlərində? Axır tək günlərində. Düzdürmü? Yaxşı, Bədir. Tam bütöy ay hava olur. 13, 14, 15. O olanda səma və yer işıqlı olur. Razısınız? Ramazan axırıncı 20, ya da ki 23, ya da ki 25, ya da ki məşhur olan 27, ya da ki 29 ay çox nazik olur. Və demək ki, nə səmanı, nə yeri işıqlandırılır. Həmin gecə mağara zülmət idi, qaranlıq idi. Təsəvvür edin. Və həmin gecə Xədicə onun yanında deyildi. Gecə bir vaxtda zülmət, qaranlıq bir mağara. Nazik hilal heç yan işıqlandıra bilmir. Həzrət Muhammed sallallahu aleyhi ve sellem hərdən mağaradan biraz çıxır, hərdən təzə içəri girir, hərdən çıxır. Bu dəfə içəri girəndə önündə çox gözəl simalı bir bəşər görür. Bəşəri görəndə rivayətə gəlir ki, tir-tir əsməyə başlayır. Bunu görəcək Cəbrail onu neyir? Qolların arasına alıb sıxır və deyir, "Iqra." Oxu. "Qâle lestu biqâri'in." Mən oxuya bilmirəm. Və sonra əllərini açır. Və Muhammed çox möhkəm titriyir, qeyri-adi. İkinci dəfə çox möhkəm sıxır. Buyurur ki, aleyhissalatü vesselam o qədər möhkəm sıxdı ki, az qalıb nəfəsim kəsilsin. "Iqra." Oxu. "Qultu lestu biqâri'in." Mən oxuya bilmirəm. Əllərini açdı və oxudu və mənim oxuduğumun oxumağını istədi. "İqra bismi rabbikellezî halaq. Halaqal insâne min alaq. İqra ve rabbukel ekram. Ellezî alleme bil kalem. Allemel insâne mâ lem ya'lem." Alaq suresinin ilk 5 ayetleri. Oxu. Səni xəlq edən Rabbinin adıyla oxu. İqra bismi rabbikellezî halaq. İnsanı alaqdan xəlq edənin ismiyle. Rabbin həqiqətən ikram sahibidir. O Rabbin ki sizə yazmağı və oxumağı elmi öyrətdi. Və sonra Cəbrail yoxa çıxır.